11 ayın sultanı olan Ramazan ayına artıq qədəm qoymuşuq. Bugün Ramazanın 3-cü günüdür. Bir çox insanlar Ramazan ayında oruç tutur, fitrə çıxardır, ibadət edir. Eyni zamanda kimsəsizlərə və köməyə ehtiyacı olan insanlara əl tuturlar. Bəs gəlin görək Ramazan ayının digər hansı spesifik xüsusiyyətləri var və biz bu ayda nələrə diqqət etməliyik? Artıq bir neçə gündür ölkəmizdə Ramazan orucu tutulur. Artıq bu Azərbaycanda bir ənənə halını alıbdır. Bildiyimiz kimi Ramazan ayında oruç tutmaq İslamda vacib əməllərdən biridir. Sağlamlığı yerində olan, səhhəti yerində olan hər bir kəs bu ayda oruç tutmalıdır. Və Ramazan eyni zamanda xeyir-bərəkət ayıdır. Oruç tutmaqla yanaşı insanlar çalışmalıdırlar ki, bu ayda kimsəsiz, imkansız insanlara dəstək olsunlar. Ramazan ayı eyni zamanda nəfsin tərbiyəsi ayıdır. Bu ayda insanların ruhu saflaşır, paklaşır. Eyni zamanda Ramazan bizə səbirli olmağı öyrədir və insanlarla münasibətdə təmkini qorumağı öyrədir. Və eyni zamanda Ramazan da biz o acı qalmaqla ac olan insanların, imkanı o qədər yaxşı olmayan insanların da hisslərini yaşamış oluruq. Və burada həm də məqsəd cəmiyyətdə birliyi, həmrəyliyi qorumaqdır və eyni zamanda hər kəs çalışmalıdır ki, bu ayı onun ruhuna uyğun, İslamın müəyyənləşdirdiyi qaydalara uyğun orucunu tutsun və ibadətlərini yerinə yetirsin. Və bugün biz bunu Azərbaycanda görürük. Yəni bugün dövlət səviyyəsində də bu məsələyə bir həssas münasibət var, diqqətli bir münasibət var. Və eyni zamanda bir müddətdən sonra artıq Ramazan bayramı gələcək və Ramazan bayramında da biz dövlət rəhbərinin, cənab prezidentin xalqa müraciət etdiyini görürük. Eyni zamanda məscidlərimizdə davamlı olaraq ibadətlər yerinə yetirilir. Eyni zamanda iftar süfrələri təşkil olunur. Yəni Ramazanın ən önəmli cəhətlərindən biri də bu cür iftar süfrələrinin təşkilidir. Eyni zamanda münasibətlərin qorunmasıdır, küsürlər barışmalıdır və hər kəs çalışmalıdır ki, cəmiyyətdə birliyi, həmrəyliyi qorusun. Allahın qüdrətinə şükürlər olsun ki, Allah bu ildə Ramazan ayını bizə nəsib etdi. Artıq biz Ramazana daxil olmuşuq, Ramazanın orucunu tuturuq, ona riayət edirik, ibadətdəyik. Orucluq özdə Allahın əmr etdiyi ibadətlərin ikinci pilləsində duran, vacib olan bir ibadətdir. Oruc tutun ki, necə ki, gözəl hədisdə buyurulur, oruc tutun ki, pak və təmiz şəxsiyyətlərdən olarsınız, pak insanlardan olarsınız, təqva sahiblərindən olarsınız. Hədislərimizdə də belə buyurur. Oruc, Ramazan orucu deyirik biz ona, bir də bizim dilimizdə oruc ifadəsi var. Oruc, ərəcə sözündən uruc, yəni ən yüksək məqama qalxmaq, mənəviyyat. İnsanın ruhiyyəti bu ayda ən yüksəklərə qalxa bilir. İnsan onu o dərəcədə yüksəldə bilir. Ramazan sözünün mənası yandırmaq deməkdir. Təmizləmək deməkdir bir məna. Nəyi yandırıb təmizləmək? Məsələn, insan oruç tutduğu ayda təbii ki, nə qədər günahları varsa onlar üçün tövbə edir. Özü bilir, Allahının özü arasında. Nə qədər səhvləri varsa o səhvləri yaddaş edir və onları təkrar eləmir. Nə qədər özü, öz ruhiyyətində, mənəviyyatında hansı xətalar edibsə, istər qeybətindən, istər bir kin-kudurətindən, istər hansısa nöqsanları olubsa, Ramazan ayında onu təmizləməli və saflaşdırmalıdır. Məsələn, mən bilirəm, qəlbimdə və düşüncələrimdə hansı səhvlərim, hansı xətalarım, hansı günahlarım olubsa da, mən bu ayda onu tam şəkildə təmizləyirəm. Peyğəmbərimizin gözəl hədisində buyurulur ki, bədbəxt insan odur ki, Ramazan ayına daxil ola, Ramazanın başlanmasını görə və Ramazana daxil ola, Ramazanın sonuna qədər özünü bağışlanmamış saxlaya bilər. Yəni, saflaşmamış Ramazanın sonuna çata, amma günahlardan tövbə etməyə, həmin o səhvlərini düzəltməyə, o yazıq bir insandır. Onun üçün də Ramazanda biz sadəcə olaraq mədəmizi aç saxlamaqla kifayətlənməməliyik. Məsələn, mədə
gün ərzində qidalanmır. Gün ərzində hava açılandan, sübh azanından ta şam azanına qədər insan qida qəbul etmir və özünü yemək və içməkdən və bəzi əmrlərdən qoruyur. Amma artıq iftar etdikdən sonra ta sübhə qədər adi həyat tərzində olanları, həm qidaları, halalları qəbul edə bilər, həm həyat tərzini yaşaya bilər. Onun üçün də mən mədəmi saxladım qidalardan, yeməkdən və içməkdən. Bəs mənəviyyatım, ruhiyyətim, mənim gözüm də oruc olmalıdır, dilim də oruc olmalıdır, qulağım da oruc olmalıdır, əlim də oruc olmalıdır, ayağım da. Yəni mən yalan danışmamalıyam və qeybət etməməliyəm dilimlə və hər hansı bir hadisə ilə rastlaşanda istiğfar və tövbə etməliyəm ki, Allahım, Ramazan ayıdır. İnsan özünə nəzarət edir burada. Dilinə nəzarət edir, gözünə nəzarət edir, təbii ki, qulağına nəzarət edir. Qeybətə qulaq asmamalı. Nəinki qeybəti danışmamalı, hətta qeybətə belə qulaq asmamalıdır. Və görürsə biri qeybət edir, yanlış bir şeylər danışır və onu da dayandırmalı və oradan uzaqlaşmalıdır. Gözünü haram və günahdan uzaq etməlidir, deyilir. Həm Ramazan bayramı deyilir, həm də fitr bayramı. Fitr fitrətdir. Allah bizim fitrətimizdə nə qoyub? Yaxşılıq, insanlıq dəyərləri, bölüşmək. Ona görə Ramazanda oruçdan insan, məsələn, müəyyən qədər ərzaq alırsa dükandan, mağazadan, marketdən və düşünməlidir, bəlkə mənim qonşularımda, ətrafımda kasıb, yoxsullar varsa bunu paylaşım. Ramazan paylaşma ayıdır, Ramazan dəstək olmaq ayıdır, Ramazan xəstələri axtarmaq, bir-birinə baş çəkmək, biganə qalmamaq, bölüşmək. Yəni, bunlar Ramazanın özəlliyindədir. Məsələn, niyə iftar süfrələri bəyənilir? Və sonda da maddi imkanlarım varsa, mən fitrə zəkatı çıxardıram. Hər adam başına, ailəmdə 5 nəfər varsa, hər adam başına 3 kilo ən çox yeyilən ərzağı ya özünü verə bilirəm o ehtiyacı olanlara, ya onun məsləhət görülür ki, pulunu hesabla vermək daha yaxşıdır. Həmin ayırdığı pulu sabah bayrama qədər, bayram namazına qədər imkanı varsa, bildiyi və tanıdığı yoxsula və imkansıza çatdırsın. Kimlər oruç tutmamalıdır, güzəşlidir? Məsələn, elə insanlar var ki, xəstədirlər. Bir mənalı həkimlər onlara oruç tutmaya icazə vermir. Olmaz. Əgər o həkimin məsləhətinə qulaq asmasa, öz canına qəsd etsə, günah etmiş olur. Nəinki ibadət etmiş olur. Məsələn, qocalar var ki, onlar qidalanmasa taqətdən düşürlər. Gözü görmür, bədəni zəifləşir. Onlar oruç tutmamalıdır. Hamilə qadınlar var ki, məsələn, onlar oruç tutsa, körpəsinə ziyan gələr. Birdən ziyan gəlməsə, həkim desə, sən oruç tuta bilərsən, tuta bilər, mümkündür. Bir də, məsələn, birdən səfər irəli gəlir. Orucluq ayında 3 gün, 2 gün işinə görə insan harası getməlidir. Məcburdursa getsin. Həmin günü oruç tutmayacaq. 10 gündən az gedirsə, bir yerə gəlirsə, oruç tutmayacaq. Onu gələn ilə qədər qəza edəcək. Bir də analarımıza və bacılarımıza hər ay ki, yəni onların xas günləri var ki, 3 gün, ya 7 gün, ya 10 gün, həmin günlər oruç tutmayacaqlar. Allah o orucu, yəni onlara həmin günlərdə əfv edir. Yəni namazları bağışlanır, amma oruc 3 gün, 7 gün, 10 gündürsə, o orucu tutmur. Gələn il Ramazana qədər Allah qoysa onu qəza edəcək. Yəni o günlərini biləcək. Qalan bütün insanlar sağlamdırsa, imkanı varsa, qüdrəti varsa, mütləqdir ki, oruç tutmalı, oruca riayət etməlidir. Yummaq orucu batil etməz. Amma sadəcə insanın bədəni zəifləməsində günüz isti suda, məsələn, yuyunarsa, taqətsiz ola bilər, qidalanmır axı gün ərzində. Axşam bunu etsə daha görə. Birdən ehtiyac var, günüz edirsə, qoy etsin. Heç bir maniyəsi yoxdur. Məsələn, bundan əlavə, məsələn, bəzən də sual olunur ki, insan orucluqda, məsələn, diş çəkdirə bilərmi? Birdən zəruriyyət irəli gəlsə, diş çəkdirə bilər. Amma dişdən gələn o maye qanı udmasın. Yəni, bayra çıxartsın, budur. Amma bəzən görürsən, ağzında olan tüpürcəyimi uda bilərəmmi? Ağızda, daxildə nələr varsa, onun udulması orucu batil etməz. Buruna damcı birdən zəruriyyət irəli gəldi. Orucu batil etməz. Amma günüz tökməyə imkanı varsa tökməsin. Gözünə damcı orucu batil etməz. Hətta müəyyən zamanlarda deyilərdi. Məsələn, insan oruc, indi qış aylarıdır, insan dənizə ya gölə, harasa hovuza çimməyə getmir. Amma ola bilər məxsus hovuzlar olsun ki, insan imkanı varsa birbaşa başını suyun altına batırmasın. İnsanlar orucda qan vermə aksiyaslarına getməsinlər və iftardan sonra mümkünsə bunu etmək istəyirsə, edə bilər. Amma günün ərzində, məsələn, 100 qram, 200 qram qan verəcək, amma birdən bir insan təhlükədədir, ölürsə, mənim qanım ona lazımdırsa,
Bu insan bunu getməlidir. Amma yenə də onun orucu inşallah batil olmaz. Amma günüz qan verilməsini məsləhət görmür alimlərimiz. Yəni oruc insan bunu etməsin, bədənin zəifliyinə gətirib çıxardar. Dırnağa nəsə yapışdırmaq, gözə kiprik yəni əlavə etmək, saça nəyisə əlavə olmaz. Bunlar oruca heç bir maneəsi yoxdur və orucu da batil etməz. Ramazanla bağlı fikirlərim odur ki, yəni gözəl müsəlman ayıdır. İlin 11 ayın sultanıdır. Yəni biz çox böyük fəxr hissi ilə bu ayda orucumuzu da tuturuq, namazlarımızı da qılırıq. Oruç tutmusunuz bu il? Bəli. Çox gözəl ayda inşallah Allaha yaxınlaşacaq. Yəni kasıbların əlini tutacaq bu ayda. İnşallah günahdan çox uzaq duraq. Yəni müsəlman olaraq bir-birimizi bundan çox anlaşaq. İnşallah biz bir dənə bu ayın 30 günü 29 günü çox dərslər alaq. Yəni il boyu 11 ayı hər şey yapmışıq, hər şey eləmişik. İnşallah bu ayı yəni müsəlman olaraq inşallah çox şeyləri buraxaq, çox şeyləri insan olaraq, uyğun olaraq. Ramazan ayı bildiyimiz kimi müsəlmanların bayramıdır və bu bayramı hər kəs məncə qeyd etməlidir. Hər kəs üçün mənəvi və necə deyim, birlikdir və Ramazan ayının insanların, müsəlmanların bir yerə gəlməsi cəhətdən, yaxşılığı cəhətdən, xoş əhval-ruhiyyə cəhətdən çox mükəmməl bir bayramdır. Yəni bunu sadəcə necə deyim, mədə oruc üçün başa düşmək lazım deyil. Eyni zamanda xoş əhval-ruhiyyə, bir-birinə bağlılıq və s. kimi, yəni saymağa bitməyəcək qədər müsbət tərəfləri var bu bayramda. Oruç tutmusunuz? Bəli.